İsmayılıda avtomobil ayını vuraraq öldürüb. Hadisə ötən gecə Qaraməryəm İsmayıllı Şəki magistral avtomobil yolunun Baskal qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə turizm şirkətinə məxsus avtomobil hərəkətdə olarkən qəfil yola çıxan ayını vurub. Nəticədə ayı tələf olub, nəqliyyat vasitəsinə isə ciddi ziyan dəyib. Qeyd edək ki, son günlər İsmayıllının Tircan və Maçaxı kəndlərində də ayıların yaşayış məntəqələrinə yaxınlaşması halları müşahidə olunur. Gecə saatlarında evə gedirdim. Gördüm ki, bir dənə maşın ayını vurubdu. Yəni maşın da əməlli əzilmişdi, qabaqda da oturan xəsarət almışdı. Lazım olan orqanlara məlumat verdik. Onlar da gəldi, ambulansla xəsarət alan şəxsi apardılar. Yerində yəni köməklik göstərdilər, sonra götürüb apardılar. Kənd sakini bildirir ki, ayılar son vaxtlar kəndə daxil olaraq taxıl sahələrinə və meyvə bağlarına ziyan vurur. Onun sözlərinə görə ayının hücumu nəticəsində bir uşaq xəsarət alıb. Sakinlər aidiyyəti qurumlardan problemin həlli üçün tədbir görülməsini xahiş edirlər. Kənd sakini isə ayıların sayının artdığını, onların dəfələrlə həyətyanı sahələrə daxil olaraq məhsullara zərər vurduğunu deyir. Sakinlər təhlükənin qarşısının alınması üçün təxirə salınma tədbirlərinin görülməsini istəyirlər. Sakinlər ümid edirlər ki, qaldırılan problem aidiyyəti qurumlar tərəfindən ciddi araşdırılacaq və müvafiq addımlar atılacaq. Rafiq Həsənov, Elçin Məlikov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.